Salam hörmətli izləyicilər. Şivalanda, villanın fasadında dekorativ sulaq işləri görülüb. Fasadda çatlar bərpa olunub, termoizolyasiya ilə matalanıb, silikonlu astar dəyilib və dekorativ sulaq işləri görülüb. Həmçinin yay və qış mətbəxində də dekorativ sulaq işləri görülüb. Biz sizə dekorativ sulağın teksturasını göstəririk. Hasalarda da həmçinin hal-hazırda işlər gedir. Fasadda parapetlər antraslı rəngdə işlənilib. Biz sizə dekorativ sulağın teksturasını yaxından göstəririk. Belə bir formada tekstura vurulub. Yağış formasıdır. İşlərə rəsmi zəmanət verilir, müqavilə bağlanılır. Biz sizə dekorativ sulağın teksturasını göstəririk. Belə bir formada tekstura vurulub. Tarsovka dekorativ sulaqdan istifadə olunub. Termoizolyasiya əsaslıdır. Nəmişliyə qarşıdır, davamlıdır, dözümlüdür. Siz də dekorativ və tarsovka işlərlə bağlı müraciət edə bilərsiniz.